Salam kiçik dostlar, mən Aqila Uyğur, İstanbulda doğuldum, 5 yaş keçirdim. Mən bugün sizlərə Küçüknən kitab görüşü deyən hekayəni oxub vermək istəyirəm. Küçüknən kitab görüşü. Küçük rəsmli kitab görüşünü də yaxşı görkən, o hər günü kitabını qoldan düşürməkən, küçükləmək vaxtıda bir tərəfdən tamağı geç, bir tərəfdən kitab görkən, küçüknün qapısı açılıb, sən tamağı evit kitab görsən, gözün İraqın görənmədiğin olub qalıbdı. Desə, küçük qapısına gebəyib pərva qılmay, heç qısı yox, heç qısı yox. Dəb qoyubla davamlı kitab görürük. Bir qanç gün ötkəndən keyin küçük qapısı bilə avtobus qoldurub bağçığa oyunğalı veribdi. O avtobusda kitab görüb oldurubdu. Abisi açıqlanıb, balam, avtobusda oldurğanda kitab görsən, gözün İraqın görərik, məsb olub qaldı, dəbdi. Küçük gülümsərib qoyub, heç qısı yox, heç qısı yox. Dəb qoyubla davamlıq kitab görüb. Onlar bağçağa gəlgəndən keyin küçük bir parça yeşil çimdiqni görüb, xoşallıqda yürüyüb berib çimdiqda itib kitab görüşü başlapdı. Apisi bunu görüb, yürüyüb gelib, bunda qalsam olmaydı. Durub kitab görsən, axırı İraqın görəlmədiğin olub qalırsan, dəbdi. Lakin heç pərva qılmabdı. Bir qanç gün ötkəndən keyin Öşkü müəllim küçükən dostqıcı xətlərini oxutquzubdu. Küçük hər qanç qılıbmı dostqıcı xətlərini görəlməbdi. Amma pişayman qılğan bilən ornağa gəlməbdi.